Çünki İslam düşmənlərində belə bir hal var ki, onlar ümumiyyətlə müsəlmanların bir cəmiyyətdəki varlığını belə həzm eləmirlər. Yəni o bərabər yaşama mədəniyyəti anlayışı belə olmur onlarda. Namus, qeyrət gözləyən, qul haqqı gözləyən, halal haram gözləyən insanlar onu narahat eləyir. Çünki bilir ki, özü kimlər nə qədər çox olarsa o topluluq içərisində bu daha normal qarşılanmağa başlayacaq. İnanc insanın əməllərini şəkilləndirir. İnsan daxildə nəyə nə qədər inanırsa, praktikada onun davranışlarını o şəkilləndirir. Media vasitəsilə, başqa vasitələrlə nəsil necə pozulur? Məsələn, az uşaqlılığa təşviq eləyərək, ailə dəyərlərini dağıdaraq, ümumiyyətlə evliliyi çətinləşdirərək, zinanı rahatlaşdıraraq nəsil məhv edilir. Amma qaranlığın ən şiddətli olduğu dövr artıq səhərin açılmasının başlandığı dövrdür. İnşallah yaxşı günlərə doğru da müsəlmanlar olaraq gedəcəyik. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu ala Rasulillah. Bugün yenə Allahın izni ilə Quran-Kərimdən 2 ayə üzərində dayanmağa çalışacağıq. Ümumiyyətlə təfsir dərsi dinləyərkən və ya Quran oxuyarkən, məali oxuyarkən düşünməliyik ki, bu ayələr müəyyən hadisələrin üzərinə enib. Bilirsiniz ki, təfsir kitablarımızda səbəb-i nüzul deyə, yəni enmə səbəbi deyə müəyyən səbəblər qeyd edir alimlər. Amma Quran-Kərimdəki ayələr müəyyən hadisələr üzərinə ensə belə, qiyamətə qədər öz təzəliyini qoruyan bir kitabdır. Çünki insan həmin insandır. İnsanların düşdükləri xətalar da bənzər xətalardır. Bu baxımdan zaman, məkan, şərtlər necə dəyişirsə dəyişsin, Quran hər zamandakı insanlara xitab edir. Və səbəbin xüsusiliyi hökmün ümumiliyinə əngəl deyil. Yəni Quran-Kərim ayələrinin müəyyən hadisə üzərinə enməsi onun qiyamətə qədər keçərliliyinə əngəl deyil. İndi inşallah bu 2 ayəni qeyd edib həm səbəb-i nüzulunu deyəcəyik, həm də günümüzə baxan tərəfləri nədir, onun üzərində dayanmağa çalışacağıq. Uca Allah Bəqərə surəsinin 204-cü ayəsində buyurur ki: "Və minən-nasi men yu'cibuka qawluhu fil hayatid-dunya və yushhidullaha ala ma fi qalbihi və huve aladdul xisam." İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqında olan sözləri sənin xoşuna gəlir. O, qəlbində olana da Allahı şahid göstərər, halbuki o düşmənlərin ən qatısıdır. Dəyərli qardaşlar, bu ayənin enmə səbəbi ilə bağlı təfsir kitablarına baxdığımız zaman görürük ki, alimlər əsasən bir neçə versiya üzərində dayanıblar, amma ən çox üzərində dayandıqları məsələ Əxnas bin Şureyk adlı birisi haqqında endiyini deyirlər. Hansı ki, İbn Kəsir öz təfsirində qeyd edir ki, bu ayənin enmə səbəbi ilə bağlı fərqli rəvayətlər var. Suddi deyir ki, bu Əxnas bin Şureyk Əs-Səqafi haqqında enmişdir. Bu adam Allah Rəsulu sallallahu aleyhi və səlləmin yanına gəlir və İslamını izhar edir. İslamını izhar etmək nə deməkdir? Yəni, müsəlman olduğunu deyir, iddia eləyir. Halbuki o həqiqətdə inanmamış birisi idi. İbn Kəsirin rəvayətləri üzərində inşallah dayanacağıq. Sonra deyir ki, digər bir rəvayətə görə İbn Abbasdan bir rəvayət gətirilir ki, Rəci hadisəsində şəhid olmuş Xubeyb bin Adi və yanındakılar haqqında endiyini də deyənlər var. Təbəri öz təfsirində bu 2 versiyanı verir. Bir də deyir ki, ümumi olaraq bütün münafiqləri qapladığına dair də versiya var. Qısacası təfsir kitablarına baxdığımız zaman görürük ki, ən çox üzərində dayanılan məsələ bu ayənin münafiqlər haqqında endiyinə dairdir. Münafiq bilirsiniz ki, zahirən özünü müsəlman deyə təqdim edən, amma həqiqətdə inanmayan insanlara verilən bir addır. Həqiqi mənada münafiqlər kafirdir, axirət müamiləsi baxımından kafirdir və kafirlərin də ən pislərindən qəbul edilir münafiqlər. O səbəbdən də Uca Allah öz kitabında münafiqlərin cəhənnəmin ən alt qatında əzab görəcəyini bizə xəbər verir. Və bu ayədə də Allah Azze və Cəllə məxsusən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlmiş bir münafiqin halını bizə xəbər verir və buyurur ki, onun sözü sənin xoşuna gəlir. İndi bu adam gəlir Allah Rəsulunun yanına və deyir ki, mən müsəlman oldum. Yəni İslamını izhar edir. Hətta and içir. Təbəri belə bir görüş nəql edir ki, and içir. Bəğavi təfsirində qeyd edilir ki, o adam Allah Rəsulunun yanında olduğu zaman ya Rəsulallah, vallahi səni çox sevirəm deyə and içirdi. Allah Rəsuluna sevgi də izhar eləyir. Amma Təbəri təfsirində qeyd edilir ki, bunu İmam Qurtub da təfsirində qeyd eləyir. Allah Rəsulunun yanına gəlib, İslamını izhar edib, Allah Rəsulunu sevdiyini deyib, Allah Rəsulunun yanından ayrıldıqdan sonra Mədinənin kənarında müsəlmanların tarlalarını yandırır və eşəklərini öldürür. Yəni bu adam zahirən İslamını izhar etsə belə, İslama və müsəlmanlara düşmənliyi və o pislik etməsinin ilk fürsət olduğu zamanda o pisliyi eləyir. O pislik də nə idi? O dövrə görə tarla çox mühüm bir şeydir. O eşəklər də ev heyvanı olaraq hər bir şey yarayır. Müsəlmanların malına ziyan vurur. Müsəlmanların ərazilərinə, əkinlərinə ziyan vurur bu adam. Və diqqət etsək dəyərli qardaşlar, Allah Azze və Cəllə bu ayədə "Və huve aladdul xisam" deyir. O düşmənlərin ən qatısıdır. Burada ən çox üzərində dayanmamız gereken məsələ odur ki, ümumiyyətlə
bir insan inanmaya bilir. Yəni axirətdə əbədi əzaba düçar olacaq bu öz yerində, amma dünyəvi müamilə olaraq yəni insan ya inanmağı tərcih edir, ya da inanmamağı tərcih edir. Amma inanmayanlar içərisində, yəni kafirlər, münafiqlər içərisində xüsusi olaraq bir təbəqə var ki, bunlar İslama və müsəlmanlara düşmənlik edirlər. Baxın, ola bilər ki, adam inanmasın, amma heç kimə də qarışmasın. Yəni öz küfründə, öz fiskində, öz həyatında davam edir. Amma adam inanmır, inanmamaqla bərabər insanların da özü kimi olmasını istəyir və İslam və müsəlmanlarla savaşır. Yəni İslam düşmənliyi edən insanlar. Çünki bu ayədə görürük ki, Allah Teala bu ayənin sonunda o düşmənlərin ən qatısıdır deyir. Yəni adam İslama və müsəlmanlara düşmənlik edən birisidir. Və İslama və müsəlmanlara düşmənlik edən birisinin halını biz burada oxumuş oluruq. Və günümüz dünyasında biz baxırıq ki, ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi və səlləmin gəldiyi dövrdən günümüzə qədər kafirlər hal-hazırdakı olduqları səviyyədə heç bir zaman güclü olmayıblar. Belə bir onların güclü olduğu bir dönəm yaşayırıq dünya üzərində ümumiyyətlə. Və onların İslam düşmənliyi, müsəlmanlara qarşı olan düşmənliyi artıq gizlədilməz şəkildədir. Yəni baxın, adamlar son illərə qədər hər nə qədər İslama və müsəlmanlara qarşı olsalar belə günümüz dünyasındakı kafirlərdən söhbət gedir. İslam düşmənlərindən söhbət gedir. Hər nə qədər İslama və müsəlmanlara qarşı düşmən olsalar belə son illərə qədər yenə də özlərini başqa şəkildə təqdim etmə ehtiyacı hiss edirdilər. Amma son illərdə, xüsusən son 2 ildə artıq etdiklərinə bəhanə belə tapmaq ehtiyacı hiss etmədiklərini görürük. Yəni müsəlmanları hər hansı bir yerdə kütləvi şəkildə öldürdükdə və ya buna bənzər qətliamlar yerinə yetirdikdə artıq buna bəhanə tapma ehtiyacı belə hiss etmirlər. Yəni açıqdan İslam və müsəlmanlarla savaşdıqlarını deyirlər. İnsanlıq hal-hazırda belə bir vəziyyətə gəlibdir. Bəlkə də içində yaşadığımız axir zamanın göstəriciləridir bu qeyd etdiyimiz şeylər. Və dəyərli qardaşlar, bu ayəni izah eləyərkən, məsələn, Əbubəkr Əl-Cəssas deyir ki, bu ayədə, yəni Uca Allah bu ayə vasitəsilə bizə çatdırır ki, sözün zahirinə aldanmayın. Baxın, deyir, Allah Teala bu ayə ilə sözün zahirinə aldanmaqdan və danışığın gözəlliyinə aldanmaqdan çəkindirir qullarını. Və hər hansı bir bəhsi keçən məsələdə o məsələni dəqiqləşdirmək üçün cəhd göstərməyi əmr edir. Yəni, biz müsəlmanlarda ümumi olaraq hüsnü zənnlə baxmaq, yəni gözəl zənnlə baxmaq var deyə ki, bu da pis bir şey deyil. Amma dünyanın pozulduğu, İslam düşmənlərinin, kafirlərin güc sahibi olduğu günümüz dünyasında biz daha ehtiyatlı davranmalıyıq. Baxın, Cəssas bu ayəni izah edərkən deyir ki, Allah Teala bu ayə ilə bizə öyrədir ki, hər hansı bir söz eşitdiyin zaman sözün gözəlliyinə, zahirinə aldanma və o sözün həqiqətini araşdırmaq üçün cəhd göstər. Bununla da Allah Teala müsəlmanları aldanmaqdan qorumağı murad eləyir. Və dəyərli qardaşlar, qeyd etdik ki, bu ayə üzərindən biz İslamla savaşanların vəziyyətini görmüş oluruq. 205-ci ayədə isə, yəni bu ayənin ardı gələn ayədə isə Allah Teala buyurur ki: "Və izə təvəllə sə'a fil ardı liyufsida fiha və yuhlikal harsa ven nəsl. Vallahu la yuhibbul fəsad." O, yəni o münafiq səndən ayrılan kimi yer üzündə fitnə fəsad törətməyə və əkini və nəsli məhv etməyə çalışır. Allah fəsadı sevməz. Demək qeyd etdik ki, Əxnəs bin Şureyk və ya Şərik deyə də Qurtubi verir. Əxnəs bin Şureyk Əs-Səqafi Allah Rəsulunun yanına gəlir, İslamını izhar edir və Allah Rəsulunun yanından ayrıldıqdan sonra neynədir? Gedir müsəlmanların tarlalarını yandırır, müsəlmanların heyvanlarını öldürür. Yəni müsəlmanlara gücü yetdiyi qədər zərər vurmağa çalışır. Çünki İslam düşmənlərində belə bir hal var ki, onlar ümumiyyətlə müsəlmanların bir cəmiyyətdəki varlığını belə həzm eləmirlər. Yəni o bərabər yaşama mədəniyyəti anlayışı belə olmur onlarda. Onlar istəyirlər ki, hər kəs özləri kimi olsun. Niyə görə istəyirlər hər kəs özləri kimi olsun? Yəni müsəlmanlar olmasın o cəmiyyətdə. Çünki müsəlman dili ilə dəvət aparsa belə, yəni təbliğat aparsa belə, aparmasa belə, müsəlman varlığı ilə, əxlaqı ilə, ibadət etməsi ilə, Allahın hüdudlarını, sərhədlərini gözləməsi ilə yenə də onları narahat eləyir. Yəni dəvət aparmayan müsəlman belə onları narahat eləyir. Niyə görə narahat eləyir? Bu işin bir arxa planı var. Ona görə narahat eləyir ki, biz bunu Lut əleyhissalamın qissəsindən də görürük. Ümumiyyətlə çirkaba, günahlara, haramlara, küfrə batmış insanlar həmin cəmiyyətdə təmizlərin varlığını istəmirlər. Və mə kənə cavabə qavmihi illə ən qalu əxricuhum min qaryatikum. İnnəhum unasun yetətəhharun. O qövmin cavabı nə oldu? Bunları çıxardın məmləkətinizdən, çünki bunlar təmiz adamlardır dedilər. Çünki insanda belə bir şey var ki, özü deyək ki, məsələn, adam özü inkarçıdır. İnkarın bir insanın praktiki həyatında təbii nəticəsi var, qarşılığı var. Yəni bir insan inkar eləyirsə, Allahı, axirəti, hesabı inkar edirsə, onun praktiki həyatında təbii nəticəsi var. O nəticə nədir? O nəticə odur ki, bu insanın namus, qeyrət deyə bir dəyəri yoxdur. Bu insanın dünyasında xanımların örtünməsi gərəkdiyinə dair bir şey yoxdur. Təbii olaraq bunun ailəsi də o şəkildədir. Bu insanın
insanın ümumiyyətlə qul haqqı deyilən, qul haqqını gözləmək deyilən bir dəyəri yoxdur. Bu insanın halal-haram sərhəddi, məsələn xüsusən qazanmaqda və xərcləməkdə halal-haram sərhəddi bir sərhəddi yoxdur. Belə olduğu təqdirdə namus, qeyrət gözləyən, qul haqqı gözləyən, halal-haram gözləyən insanlar onu narahat edir. Çünki bilir ki, özü kimlər nə qədər çox olarsa o topluluq içərisində bu daha normal qarşılanmağa başlayacaq. Düşün ki, bir adam namussuz və qeyrətsizdir. Namussuz və qeyrətsiz bir adam, qul haqqı yeyən bir adam, insanların haqlarını rahat bir şəkildə tapdalayan bir adam, özü kimlər çoxaldıqca özünü rahat hiss eləyir. Çünki bizdə bir atalar sözü də var, ellə gələn yaz toy bayramdır deyə. Yəni bir şey kütləvləşdikcə insan özünü tək hiss eləmir o şeydə. Və bu kafirlər də istəyirlər ki, özləri kimlər çoxalsın və müsəlmanlar varlıqları ilə onları narahat eləyir. Müsəlman varlığı ilə necə narahat eləyir? Təsəttürlü xanımlar bunları narahat eləyir. İbadət edən insanlar, qul haqqını gözləyən insanlar bunları narahat eləyir. Və İslam düşmənləri zəif olduqları zaman necə davranırlar, güclü olduqları zaman necə davranırlar? Bu ayədə görmüş oluruq. Zəif olduqları zaman bu İslam düşmənləri nə edirlər? Zəif olduqları zaman Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlmişdi məsələn. Nə deyir? Deyir ki, mən də sizin kimi inanıram. Çünki ayələrdən də bunu görürük də. Və izə laqul-lezina amanu qalu amanna. Münafiqlərin xüsusiyyətidir. İman edənlərlə qarşılaşdıqları zaman deyirlər ki, biz də iman etdik. Və izə xalu ilə şeyatinihim qalu inna ma'akum innama nahnu mustehziun. Onlar öz şeytanları ilə, yəni küfrdən olan dostları ilə baş-başa qaldıqları zaman isə deyirlər ki, biz sizinlə bərabərik, biz o müsəlmanlarla istehza edirik, lağlaq edirik onlarla. Bu münafiqlərin, İslam düşməni olan münafiqlərin xüsusiyyətidir. Və bu adamlar zəif olduqları zaman Allah Rəsulunun yanına gəlib bu adam nə deyir? Mən səni çox sevirəm deyir. Mən sizi çox sevirəm deyir. Amma Allah Rəsulunun yanından ayrıldığı zaman, yəni müsəlmanların hakimiyyətin onun üzərində olmadığını hiss etdiyi zaman, İslama və müsəlmanlara zərər vermə fürsəti ortaya çıxdığı zaman nə etdi? Müsəlmanların tarlalarını və heyvanlarını yandırdı. Bunun üzərinə Allah Teala buyurur ki: "Və izə təvəllə", o səndən ayrıldığı zaman "sə'a fil ardı yufsata fiha", səndən ayrıldığı zaman cəhd göstərməyə başladı. Nəyə? Fitnə fəsad törətməyə. İndi baxın. "Və izə təvəllə" səndən ayrıldığı zamandır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin yanından ayrıldığı zaman. Amma yalnız budurmu? Xeyr. Fəxrur Razi təfsirində qeyd edir ki, "Və izə təvəllə" haqqında iki görüş var. Bir görüş sənin yanından ayrıldığı zaman, ikinci görüş bu kimsə idarəçi olduğu zaman. Hər hansı bir yerdə idarəçi olduğu zaman. Bu İslam düşməni adam. İslam düşməni adam idarəçi olduğu zaman. Razi bu məna verir. Əslində bu iki məna bir-birinə zidd deyil. Çünki zaten Peyğəmbərimizin yanından ayrıldığı zaman bu adam həmin o yerdə bir şeyi etmə iqtidarında olur. Çünki müsəlmanların qorxusu yoxdur bunun üzərində həmin vaxtda. Bir şeyi etmə iqtidarındadır, gücündədir. Bu mənada bir yerdə idarəçi olduğu mənası da bir-birinə zidd məna deyil. Eyni şəkildə bir yerdə idarəçi olduğu mənasını Razidən başqa Alusi təfsirində qeyd edilir, İbnül Cəvzi və Beydavi də təfsirlərində qeyd edilir. Yəni bu məna da var ki, baxın, bu adam idarəçi olduğu zaman, yəni İslama və müsəlmanlara düşmən olan bir adam idarəçi olduğu zaman nə edir? Allah-u Teala qiyamətə qədər dəyişməyən ssenarini bizə çatdırır. Yuhlikəl hərtə və nəsl. Əkini və nəsli məhv etməyə çalışır. Əkini məhv etmək. İlk öncə əkini məhv etməyə çalışır. Əkin dediyin nədir? Əkin insanların qidalandığı şeylərdir. Çünki insan torpaqdan yaradılıbdır. İnsanın torpaqdan yaradılmasını izah eləyərkən alimlərimiz qeyd edirlər ki, insanın ilk yaradılış mənbəyinin torpaq olması da vurğulanır. Həm də insan davamlı torpaqdan yaradılır. Çünki insan torpaqdan qidalanır. İnsanın qidalandığı şeylər ya birbaşa ya dolayı yolla torpaqdandır. Çünki ya bitkilərlə qidalanır, heyvanlarla qidalanırsa da ət və süd olaraq da heyvan da mənbəyini hardan götürür? Yenə torpaqdan götürür. Yəni insan torpaqdan qidalanan varlıqdır və davamlı torpaqdan yaradılır. Dolayısıyla insanın qidasını pozmaq zaten nəsli pozmağın ilk mərhələsidir. Nəsli pozmaq üçün nə etmək lazımdır? Çünki özü pozğundur. Nəsli pozmaq üçün nə etməlidir? Öncə əkini pozmalıdır. Çünki insanın yediklərinin, içdiklərinin onun xarakterinə təsiri var. Onun düşüncələrinə təsiri var. Onun hətta inancına təsiri var. Və əkini pozmaq dediyimiz hal, yəni qidanın pozulması halı həqiqətən də günümüz dünyasında zirvə şəkildə yaşanır. Və yenə də biz insanlıq tarixinə baxdığımız zaman insanların xərcləmə, istehlak dediyimiz şey, tüketim hal-hazırdakı şəkildə heç vaxt olmayıb. Yəni insanlar qidalandığı və ya bazarlıq etdikdə evinə aldığı o şeylərə baxsaq, böyük əksəriyyəti zəruri olmayan şeylərdir. Yəni zəruri olmayan şeyləri insanlar alırlar, qidalanırlar və dünya üzərində ümumiyyətlə kapitalistlərin kütləvi şəkildə istehsalı var. Yəni bazara mal çıxartması var və bu istehsalın davamlı olması üçün nə lazımdır? İstehlak lazımdır. Yəni insanlar bunları istifadə etməlidirlər. İnsanların bunları istifadə etməsi üçün də propaganda necə aparılır? Media vasitəsilə, reklamlar vasitəsilə aparılır və insanlar davamlı bir tüketim çılğınlığı içərisindədirlər. Və hal-hazırda qida məsələsini araşdıran qardaşlar var, qurumlar var, elm adamlar var.
var, müsəlmanlar səsində bilirsiniz. Məsələn, Türkiyədə də var, başqa ölkələrdə də var. Qida məsələsini araşdıran, qidanın necə pozulduğunu araşdıran insanlar var. Bir çoxunuz da məlumatdasınız bu şeylərdən. Bu mənim sahəm olmadığına görə, yəni o qidalara nələr vurulur, necə bu mövzularda danışmaq istəmirəm, amma bir çoxumuz ümumi şəkildə məlumatlıyıq bu məsələlərdən. Bu səbəbdən də bir müsəlman, Qurana inandığını deyən bir müsəlman hər hansı bir bazarlıq etdiyi bir yerə girib nə gəldi oradan ala bilməz. Müsəlman bir şuur içərisində, bir bilinç içərisində bazarlığını eləyəcək. Yəni zaten halal haramı diqqət etmək məcburiyyətindəsən. Bunun yanında sağlamlığa zərərlidirmi, deyilmi, buna diqqət eləyəcəksən. Çünki bir şey ki, bazara sən nəzarət eləmirsən. Sənin nəzarət etmədiyin bazarda sən rahat alış-veriş edə bilməzsən. Yəni istehsalına sən nəzarət eləyə bilmədin. Sən deyəndə kim nəzarət tutur? Müsəlmanlar. İstehsal prosesinə sənin nəzarət eləmədiyin bazarda sən istehlakda o qədər rahat davrana bilməzsən. Şuurlu müsəlmansansa və özünü, ailəni, necə axirətini qorumaqla mükəlləfsənsə, dünyasını da qorumaqla mükəlləfsən. Nəyi necə gəldi ala bilməzsən. Bu səbəbdən də hal-hazırda günümüzdə insanlıq üzərində necə oyun oynadıqlarını biliriksə, bizə düşən vəzifə bu məsələlərə diqqət etmək və ətrafımızdakı insanlara da bunu çatdırmaq və onların əkini pozması, qidanı pozması, həqiqətən də Quranda bunun xəbər verilməsi və günümüz dünyasında yaşanması bunun Quranın hər əslə xitab eləyən, öz təzəliyini qoruyan bir kitab olduğunu bir daha göstərir. Əkini pozarlar və nə edərlər? Və nəsli pozarlar deyir Allah Teala. Nəsli pozmaq da gələcək nəsli, yəni xüsusən gənc nəsli pozmaqdan söhbət gedir. Yəni ümumiyyətlə nəsil insanları pozmaqdan söhbət gedir. İnsanları pozmaq ümumiyyətlə necə bir prosesdir? İnsanın pozulması onun əməlinin və əxlaqının pozulmasıdır. Əməlinin pozulması odur ki, o insan həyatını yaşayarkən hər hansı normalar çərçivəsində yaşamır. Yəni pozulmuş insan hər hansı normalar çərçivəsində həyatını yaşamır. Normalardan qəsdimiz nədir? Yəni hər hansı bir şeyi eləyərkən və ya etməzkən mən bunu niyə etməliyəm və ya niyə etməməliyəm deyə normaları, qayda qanunları yoxdur. Bu gün İslamdan uzaq olan gənclərin dedikləri kimi, məsələn necə deyirlər? Mənim həyatım, mənim qanunlarımdır deyirlər. Amma bir müsəlmanın nəzərində müsəlman Allahın qulu olduğu üçün, Hz. Muhammedin ümməti olduğu üçün istədiyi kimi yaşama sərbəstliyinə sahib deyil. Allah onun üçün nəyi uyğun görürsə onu o şəkildə etməlidir və ya etməməlidir. Allah onun üçün hansı həyat nizamını uyğun görübsə o şəkildə yaşamalıdır bir müsəlman. Və əməl pozulur, dedik, nəslin pozulması və əxlaqın pozulması. Yəni heç bir əxlaqi norma gözlənilmir. Əməlin və əxlaqın pozulması üçün nə lazımdır? Yəni sən kafirlərin nəzəri ilə baxsaq məsələyə, çünki bunlar nəsli pozmağa çalışırlar. Nəslin pozulması əməlin və əxlaqın pozulmasıdır. Bir nəslin, bir topluluğun, bir cəmiyyətin əməlinin və əxlaqının pozulması üçün nə etmək lazımdır? Öncə inancının pozulması lazımdır. İnanc insanın əməllərini şəkilləndirir. İnsan daxildə nəyə nə qədər inanırsa, praktikada onun davranışlarını o şəkilləndirir. İnancı pozmaq nədir? İnancı pozmaq insanların zehnindən Allah inancını çəkib çıxarmaqdır. Yəni Allaha inanmayan bir topluluq. İnsanların zehnindən axirət inancını çəkib çıxarmaqdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm inancsız və ya batil inanca bulaşmış bir topluluğa gəldi. Peyğəmbər sallallahu əleyhi və səlləm 13 il Məkkədə nəyi inşa etməyə çalışdı? Allah və axirət inancını inşa etməyə çalışdı. Çünki Allah və axirət inancı inşa olunmadan insanların əməlləri və əxlaqları düzəlməz. Əsas məsələ budur. İnancın digər cüzləri də deyil. Onlar da çatdırırlar, amma ən təməldə nə çatdırılmalıdır? Allah, axirət inancı, bir də peyğəmbərlik, kitab bunun çatdırılması lazımdır. İnsan öncə buna etiqad etməlidir ki, məni yaradan, məni öldürəcək olan və məndən hesab soruşacaq olan Allah var. Mənim həyatıma qanunlar qoyan Allah var. Çünki bax bu qismi də niyə önəmlidir? Mənim həyatıma qanunlar qoyan Allah. Çünki baxın, gənclik üzərində propaganda necə aparılır? Ya ateistləşdirilir, Allah tanımır adam, Allah qəbul etmir. Adam amma Allahın yaratdıqları bu qədər dəlilləri gördükdən sonra yenə də bir yaradan inancına meyl edəcək olsa, çünki adam bu qədər Allahın yaratdıqlarını müşahidə edir, yenə yaradan inancına meyl edəcək olsa, onun üçün təqdim edilmiş paket nədir? Deizm. Yaradana inanır, amma yaradanın həyatına qarşıcı olmasını qəbul etmir. Mən həyatıma qanunlar qoymur Allah. Məni öldürüb diriltmir. Din yoxdur, hesab yoxdur, kitab yoxdur. Və bu inancsızlıq təlqin edilir. İnancsızlığın yayıldığı topluluqda da əməl və əxlaq pozulur. İnancsızlıq necə təlqin edilir? İnancsızlıq öncə insanların məcburi olaraq keçdiyi təhsil sisteminin içərisindən Allah və axirət inancını çıxarmaqla olur. Yəni inancsızlıq necə olur? Hər kəs müəyyən bir təhsil sisteminin içərisindən keçir. Düzdür? Bu təhsil sisteminin içərisindən keçərkən adam deyək ki, 11 il məktəb oxuyursa, 4 il universitet oxuyursa və ya daha akademik karyera ardıca düşsə, təhsilini artırdıqca nə qədər artırırsa artırsın, Allahdan, axirətdən, peyğəmbərlikdən, Qurandan, Allahın həyatına qarşıcı olmasından, əxlaq qaydalarından, əməldən heç bir şey öyrənmir. Sadəcə quru bilgi əldə edir. Bir insanın həyatından bu inancı çıxardığın zaman, Allah, axirət, hesab bunları çıxardığın zaman onun bilgi əldə etməsi insanlığa zərərdən başqa bir şey gətirmir.
Çünki gördük ki, din insanların həyatından çəkildikdən sonra, baxın, bizə görə haqq din yalnız İslamdır. İslamdan başqa belə, məsələn, tutaq ki, Avropada xristianlığın bir gücü var idi. Bizə görə xristianlıq batil, təhrif edilmiş bir dindir. Amma yenə də içində müəyyən qaydalar ehtiva eləyir. Avropada da məsələn xristianlığı insanlığın həyatından çıxardılar. Ümumiyyətlə elə bir vəziyyətə gətirdilər ki, insan həyatında din deyə bir şey qalmadı. Haqq din və ya təhrif edilmiş din, batil din, ümumiyyətlə dinləri sıradan çıxarmağı hədəflədilər və təhsil dinsizləşdirildi dünya üzərində. Elm dinsizləşdirildi. Dinsizləşdirilmiş elmdən nə ortaya çıxdı? Dinsizləşdirilmiş elmdən böyük müharibələr və bu müharibələr nəticəsində kütləvi şəkildə öldürülmüş milyonlarla insan ortaya çıxdı. Çünki bundan artıq bir şey gözləmək olmazdı. Çünki heç bir norma tanımayan insan, yəni o bilgisini idarə edəcək inancı yoxdur bu adamın. Dünya üzərində belə bir proses getdi. Təhsil sisteminin içərisindən Allah çıxarıldığı zaman cəmiyyət bundan artıq bir şey ola bilməz. Təhsil sisteminin içərisindən axirət, hesab, qul haqqı, halal haram gözləmək çıxarıldığı zaman o təhsil sistemindən keçmiş adam vəzifəyə gəldiyi zaman niyə də kütləvi şəkildə yeyintilər eləyib insanların haqqına girməsin? Çünki bu adam onsuz da hesab verəcəyinə inanmır və pozulmuş bir cəmiyyət ortaya çıxdı. Və bunun çox ünsürləri var. Biz dərslərimizdə çox danışırıq bundan. Yəni media vasitəsilə, başqa vasitələrlə nəsil necə pozulur? Məsələn, az uşaqlılığa təşviq eləyərək, ailə dəyərlərini dağıdaraq, ümumiyyətlə evliliyi çətinləşdirərək, zinanı rahatlaşdıraraq nəsil məhv edilir. Və Allah Azza və Cəllə bunu bizə xəbər verir. Ümumiyyətlə əkin və nəslin pozulması məsələsi üzərində dərslərimizdə çox danışırıq deyə bu qədər inşallah yetərli olduğunu düşünürəm. Və Rəbbimiz buyurur ki, Allah fəsadı sevməz. Yəni yer üzündə fitnə fəsad törədənləri sevməz və hal-hazırda da biz əkin və nəslin pozulduğu bir dönəm yaşayırıq. Amma bunlar hamısı imtahandır. Dünya həyatı yaxşı və pisin bərabər olduğu, yaxşı və pisin davamlı münaqişə içərisində olduğu bir yerdir. Pis bütünü ilə ortadan qalxmayacaq dünya həyatında. Çünki imtahan üçün bunlar olmalıdır. Sadəcə bu gün pislər biraz daha güclüdürlər. Bu da hər halda içində yaşadığımız axir zamanın əlamətləridir. Bəlkə də bundan daha pis dövrlərə doğru gedirik. Amma qaranlığın ən şiddətli olduğu dövr artıq səhərin açılmasının başlandığı dövrdür. İnşallah yaxşı günlərə doğru da müsəlmanlar olaraq gedəcəyik. Allah Azza və Cəllə kafirlərin üzərimizdə qurduğu oyunlardan bizi, ailələrimizi və müsəlman qardaşlarımızı, müsəlman ailələrimizi qorusun. Elhamdülillahi Rabbil alemin.